Nömrə 97, 32 Qismət Aliyev, kapitan. 26 Stefan Aka, 4 Juan Renato, 9 David Volkov, 28 Leroy Michels, 30 Ricardo Martins, 20 Issa Cibrila. Zərbənin təkrarlanmasını istəyir. Qaydalar bunu tələb edir. İndi artıq təkrar atmağa ehtiyac yoxdur. Aydın Hurtado. Mampasi. Və Xankəndində baş tutmuş tarixi Qarabağ, Moyit Qarabağ görüşündə məhz o iş başındaydı. Qismət Aliyevlə əks hücum. Leroy Michels'dən zərbə gəlir burada. Top qapının üstündən keçir. Gerçi Ruslanov Rubin Kazanda məhz Qurban Berdiyevin rəhbərliyi altında da oynayıb. Azərbaycanda karyerası çox uğurlu olan futbolçulardan, tək-tük futbolçulardan biri. İbrahim Konate təhlükə ola bilərdi. Leroy, qaydan top. Ayrın Gomis'dən zərbə top qapının üstündən keçir. Akmandan uzun ötürmə. Yaxşı fikirləşdi. Burada davamı gələcəkmi? Thiago Silva. Son anda müdafiəçilər. Konate'dən Əli Əliyev. Akmandan. Uzun ötürmə irəli. Jo Batista. Qapıya zərbə top qapının üstündən keçir. Təhlükəli idi. Xəyal sonuncuydu. Sonuncu futbolçuydu. O bölgədə riskli hərəkətlər. Amma top duran Tovuz futbolçularında Hurtado, Jorge Silva, Vadji, zərbə və Thiago Silva. Əl oynayır burada. Oyunda onlar DX Volley klubunu finalda 3-1 hesabı ilə məğlub etməyə bacarmışlar və sabah Oğuzhan Zarkeşlərin də nəzərində olsun bu. Azərbaycan Kuboku bu arada Azirənin təhlükəli hücumu sol cinahdan irəlilədi, təhlükəli idi. Amma son toxunuş edən olmadı. Zirə hücumu, ötürmə cərmə meydançasına, qaydan top. Zərbə də gəlir uzaq şücü, yaxşı fikirləşmişdi amma. Leroy Michels'in zərbəsi, yanlış görmədimsə, olduğumuz nöqtədən çox uzaq idi. Issa Cibrila idi zərbəni vuran. Yox, Leroy Michels idi planda. Əvvəlcə Issa Cibrilanı göstərdilər biz, amma bəli, düz görmüşdüm. Leroy Michels'in zərbəsi yaxşı fikirləşmişdi, amma çərçivəyə düşə bilmedi. Vadjidən ötürmə, Xəyal. Yumuşaq ötürmə, Jo istiqamətinə, Thiago Silva. Səhvsiz oynayır. Əla mövqe seçir. Təkrar izlədiyimiz anda Azirənin əks hücumu təhlükəli. Bu arada Olabe Bakov əlinə götürə bilərdi. Geriyə ötürmə deyildi amma. Bu Zirənin bir qədər əvvəl yaratdığı təhlükəli epizodun təkrarıdır. Volkovun ötürməsindən sonra uzaq şüncdə açılmadı boş mövqeyə. İbrahim Konate. Burada da Olabe ötürməyin qarşısını kəsdi. Jo Batista, Filip Ozovic indirdi topu. Ayxan və 1-0. Turan Tovuz hesabı açır. İkinci ise 5 dəqiqə oldu. Əli Əliyev epizoda özü də baxacaq. Qol qeydə alınmır. 50 oyunu işarətdə Əli Əliyev. Vardan gələn işarədən sonra gücdən zərbə. Artıq Turan Tovuz futbolçuları sanki barışdılar. Vəziyyət. Və oyunu bitirdi Əli Əliyev. Gücdən zərbəyə ehtiyac duymadı. Görüş 0-0 hesabı ilə yekunlaşır. Cavab maçı Zirə İlk maçda qazandığı qələbə sayəsində adını finala yazdırır.